Kainatda hər şeyin bir enerji olduğunu artıq bilirik. Enerjisi olan hər şeyin titreşimi, titreşimi olan hər şeyin bir frekansı vardır. Enerjini biz görsək də, görməsək də, doğruluğunu qəbul etsək də, etməsək də o vardır. Kainatın təməli enerjidir. Enerji dəyişə bilər, amma yox ola bilməz. İnsan bədəninin artıq şəfasının enerji kanalı üzərindən olduğu bildirilir və buna inanılır. Bizim bədənimiz də bir enerjidir. Biz sadəcə bu görünən fiziksel bədəndən ibarət deyilik. Bizim eyni zamanda gözə görünməyən enerji bədənlərimiz də var. O gözə görünməsə də, amma hiss edilir. Bədənimizin ətrafında aura adlanan elektromaqnet enerji sahələri vardır. Auranı bir enerji şarına və ya ipək qurdunun qutucuğuna bənzədə bilərik və yaxud da yumurta qabığına bənzədə bilərik. Bu bizim bədənimizin qalxanıdır. Aura bizim işığımızdır. Auranın işi içəridən çölə, çöldən içəri enerji daşımaqdır. Aura zəif olarsa, göz, nəfis və bir çox neqativ enerjilər bədənə tez təsir edir. Biz bir insan haqqında aurası nə gözəldir deyiriksə, əslində onun çakralarının nə qədər dəngədə çalışdığını demiş oluruq. Bizim 7 əsas ana çakramız, 672 köməkçi çakramız vardır. Auramızın rəngləri də çakraların rənglərinə görə sıralanıbdır. İlk bədənimiz, yəni fiziksel bədənimizdən 15-20 sm aralıda ilk bədənimiz eterik bədəndir. Eterik bədənimizin rəngi qırmızı rəngdədir. Bu bədən birbaşa bədən sağlığımızı əlaqələndirir, yəni çakralarımızla əlaqəli olur. Təsirləri, çöldən gələn enerjiləri birbaşa çakralara ötürən əsas bədəndir. İkinci bədənimiz isə duyğusal bədəndir, rəngi narıncı rəngdədir. Üçüncü bədən sarı rəngdədir, zehin bədəndir. Dördüncü bədənimiz ruhsal bədəndir, yaşıl rəngdədir. Beşinci bədənimiz kozmik bədəndir, rəngi mavidir. Altıncı bədənimiz tünd göy rəngdədir. 7-ci bədənimiz isə bənövşəyi rəngdədir. Bu da yaradanla kontaktımızdır. Biz bədənləri sırasıyla saydıq. Deyək ki, çöldən bir enerji daxil olur bədənimizə. Tutaq ki, bir ifadə deyək də, hər bir şey bir enerjidir. Bir ifadə söylənilir. 4-cü bədənimizə qədər, yəni ruhsal bədənimizə qədər hər şey təmiz olur. Nə baş verirsə, zehinsel bədəndə baş verir. Deyək ki, biri bir ifadə söylədi və biz aldıq onu zehnimizə qəbul etdik, yəni zehin bədənimizə qəbul etdik, orada müəyyən süzgəclərdən keçirdik, ona müəyyən donlar geyindirdik, öz inanclarımıza və yaxud da ətrafdan bizə öyrənilən inanclara görə ona müəyyən geyindirdik, ötürdük duyğusal bədənimizə. Biraz da ona duyğu qatdıq və oradan da ötürdük eterik bədənimizə. O eterik bədəndə də dedik ki, eterik bədən birbaşa çakralarımıza təsir edir. Məsəl üçün, o ötürülən düşüncə hansı çakramızı əlaqələndirirsə, birbaşa ötürülür o çakraya və o çakrada müəyyən ləngimələr baş verir. Bəzən eşidirik ki, deyirlər çakrasında müəyyən tıxanıqlıq var, bloklanma var. Bilin ki, əgər bu ifadəni işlədirlərsə, bu düzgün ifadə deyil. Əgər çakra tıxanıbsa, demək ki, biz ölmüşük. Çakra tıxanmır, sadəcə dəngəsi pozulur. Ya həddindən artıq çox hərəkət edir, ya da həddindən artıq yavaş hərəkət edir. İşimiz bu çakraları dəngəyə gətirməkdir. Çakralarımız dəngəyə gəldikdə auramız düzəlir, auramız düzələndə də birbaşa çakramıza təsir edir.